İzleyiciler, bu videoda sizler için dim test toplusu 1. hissədən 16-cı ispat məsələsini əldə etdik. Başlayaq sonra. İspat edin ki, qabarıq dördbucaqlının diagonallarının uzunluqları cəmi bunun perimetrindən kiçikdir. Yəni D1 ilə D2-nin cəmi onun perimetrindən kiçikdir. İxtiyari bir dördbucağı çəkirəm. Onun diagonallarının uzunluqları cəmi. Bu olsun D1, bu da olsun D2. Tərəflərində ABCD parallelogram oxşadı, amma bəzilək ki parallelogram deyil, ixtiyaridir. ABCD. Burada diqqət eləsəz, burada diagonallar onu üçbucaqlara ayırıb. Məsələn, D1 diagonalı burada D1, ABC üçbucağı, bu bir üçbucaq, yəni D1 B ilə C-nin cəmindən kiçikdir. Çünki üçbucaqda istənilən iki tərəfin cəmi üçüncü tərəfdən böyük olmalıdır. Eyni qayda ilə həm də D1 A-nın D-nin cəmindən də kiçikdir. Demək D1 A-nın D-nin cəmindən kiçikdir. Sonra D2 D2 A-nın B-nin cəmindən. Çünki bu üçbucağa əsasən. Diqqət edək. Bu üçbucağa əsasən A-nın B-nin cəmindən də kiçikdir. Həm də C ilə D-nin cəmindən. D2 C ilə D-nin cəmindən kiçikdir. Bunları dördün də bərabərçilik işarələr eyni olarsa bərabərçilikləri toplamaq olur. Toplayırıq və işarə olduğu kimi qalır. Yəni D1-lər 2 dənə D1 var, 2 dənə D2 var. 2D1 üstə gəlsin 2D2 kiçikdir. Bu 2A var, 2B var, 2C var. Demək kiçikdir 2A üstə gəlsin 2B üstə gəlsin 2C üstə gəlsin 2D-dən. Demək 2 dənə A var, 2 dənə B var, 2 dənə C, 2 dənə də D var. İndi biz buradan 2-ni mötərizə xaricinə çıxarsaq, qalacaq D1 ilə D2-nin cəmi, D1 ilə D2-nin cəmi kiçikdir. 2-ni də buradan mötərizə xaricinə çıxarsaq, A plus B plus C plus D-dən. 2-lər gedəndən sonra həqiqətən də görünür ki, diagonallar cəmi kiçikdir. ABCD də bunun tərəflərinin cəmidir. Bu da bunun perimetrini bildirir. Bizə də deyirdi ki, ispat edin ki, diagonallar cəmi perimetrdən kiçikdir. Həqiqətən də ispat olundu. Belə bu qədər dəyərli izləyicilər. Sağ olun, növbəti videoda görüşənədək.